Salam, gəlin bir anlıq düşünək. Cibinizdəki o telefon, fotoaparatın flaşı, bütün bunları işlədən kiçik bir möcüzə var. Adı nədir? Elektrik tutumu. Yəni bu, elektriki bir anlıq tutub saxlamaq sənətidir. Gəlin birlikdə baxaq görək bu sehr necə baş verir. Hər şey əslində çox sadə, amma bir o qədər də fundamental bir sualdan başlayır. Yaxşı, biz bu gözlə görmədiyimiz, əllə tutmadığımız bir şeyi, yəni elektriki necə yığıb saxlaya bilərik? Bax, bu sualın cavabı inanın ki, bütün müasir texnologiyanın təməlində dayanır. Yaxşı, gəldik əsas məsələyə. Bu elektrik tutumu dediyimiz şey dəqiq olaraq nədir? Ən sadə dildə desək, bu, bir cismin nə qədər elektrik yükü saxlaya biləcəyinin ölçüsüdür. Elə bil, elektrik üçün bir anbarınız var və bu, o anbarın nə qədər böyük olduğunu göstərir. Əlbəttə, bunun elmi tərifi də var. Tutum, bir keçiricinin elektrik yükünü yığma qabiliyyətinin kəmiyyət ölçüsüdür. Hə, bilirəm biraz quru səslənir. Odur ki, gəlin bu rəsmi tərifi bir anlıq unudaq və hamımızın beynində canlanacaq bir misalla hər şeyi çox sadələşdirək. Bu abstrakt, mücərrəd ideyanı başa düşmək üçün bizim ən yaxşı köməkçimiz heç ağlınıza gəlməz, adi bir su vedrəsi olacaq. Bəli, düz eşitdiniz. Bax bu sadə vedrə elektrik tutumunun demək olar ki, bütün sirlərini bizə açacaq. İndi gəlin bu vedrə məsələsini bir-bir açaq. Deməli, təsəvvür edin, vedrənin içindəki suyun miqdarı bizim elektrik yükümüzdür, yəni Q. Suyun vedrədə qalxdığı hündürlük, yəni səviyyəsi isə elektrik potensialıdır. Başqa sözlə, gərginlik, yəni F. Yaxşı, bəs onda tutum, yəni G nədir? Tutum vedrənin özünün ölçüsüdür. Daha doğrusu, onun eni və ya diametri. Məntiq superdir, deyilmi? Düşünün, vedrəniz nə qədər enli olsa, eyni hündürlüyə çatdırmaq üçün içinə bir o qədər çox su tökməlisiniz. Və salam, bütün məsələ budur. Bax, bütün bu vedrə söhbəti bizi fizikanın ən gözəl və sadə düsturlarından birinə gətirib çıxarır. C bərabərdir Q bölünsün F. Yəni, tutum, vedrənin eni, bərabərdir yük, suyun miqdarı, bölünsün potensial, suyun səviyyəsi. Daha böyük bir C, yəni daha enli bir vedrə, eyni su səviyyəsində daha çox Q, yəni daha çox su saxlaya bilir. Bu qədər bəsit. Vedrə analogiyası superdir. Hər şeyi aydınlaşdırır. Amma təbii ki, bizim işimiz su vedrələri ilə deyil, düzdür? Yaxşı, bəs bu elektrik vedrəsinin real həyatdakı adı nədir? Gəlin indi bu analogiyadan real dünyaya keçid edək və hər bir elektron dövrənin kiçik, amma vacib qəhrəmanı ilə tanış olaq. Və budur o, kondensator. Əslində quruluşu çox sadədir. Təsəvvür edin, iki dənə metal lövhə var, onların da arasında elektrik keçirməyən bir material, yəni dielektrik yerləşdirilmişdi. Və salam, bütün funksiyası da bizim elektrik vedrəmiz olmaqdır. Yəni, mümkün qədər çox elektrik yükü yığıb saxlamaq. Düzdür, kondensatorların çox növü var, amma ən sadə, ən klassik forması paralel lövhəli kondensatordur. Elə adından da göründüyü kimi, iki lövhə bir-birinə paralel dayanır. İndi gəldik ən maraqlı suala. Yaxşı, biz bu vedrəni necə daha böyük, daha tutumlu edə bilərik? Yəni, onun tutumunu artırmaq üçün nə etməliyik? Deməli, məqsədimiz daha böyük, daha çox yük saxlaya bilən bir elektrik vedrəsi, yəni kondensator düzəltməkdir. Bunun üçün resept nədir? Cavab əslində çox məntiqli və 3 sadə addımdan ibarətdir. Cavab həqiqətən də çox məntiqlidir. Gəlin baxaq. Birincisi, lövhələrin sahəsini, yəni S-i artırın. Bu, eyni ilə vedrənizin enini artırmaq kimidir. Daha enli vedrə, daha çox su. İkincisi, lövhələr arasındakı məsafəni, yəni D-ni azaldın. Lövhələr bir-birinə nə qədər yaxın olsa, əks yüklər bir-birini o qədər güclü cəzb edər və daha çox yük yığmaq mümkün olar. Və üçüncüsü, aralarına qoyduğunuz izolatoru, yəni dielektriki, daha yaxşısı ilə əvəz edin. Bu da tutumu artırır. Bax, bu üç şey daha yaxşı kondensatorun reseptidir. Və bütün bu danışdıqlarımız, bax bu zərif düsturda öz əksini tapır. Fikir verin, tutum, yəni C, lövhənin sahəsi S ilə düz mütənasibdir. Yəni, sahə artdıqca tutum da artır. Amma lövhələr arasındakı məsafə D ilə tərs mütənasibdir. Yəni, məsafə azaldıqca tutum artır. Nə qədər yaxın, o qədər yaxşı. Demək olar ki, bütün kondensator mühəndisliyi bu sadə prinsiplərə əsaslanır. Yaxşı, əla. Biz bu elektrik vedrələrini düzəltdik, tutumunu artırdıq, bəs sonra bütün bunların mənası nədir?
Bu komponentləri bu qədər vacib edən nədir? İndi gəlin kondensatorun əsl super gücünə, yəni enerji saxlamaq qabiliyyətinə və digər vacib xüsusiyyətlərinə nəzər salaq. Və budur bütün məsələnin canı, enerji. Kondensatorun əsl super gücü sadəcə yük saxlamaq deyil, o yükü, yəni enerjini, yığıb bir göz qırpımında sanki bir partlayış kimi xaric etməkdir. Məsələn, heç fikirləşmisiniz, fotoaparatın o balaca batareyası necə olur ki, o qədər güclü bir flash işığı yarada bilir? Cavab məhz kondensatordur. O, yavaş-yavaş enerjini toplayır və düyməyə basan kimi indi deyə bütün enerjini bir anda boşaldır. Təbii ki, belə vacib bir kəmiyyətin öz ölçü vahidi də olmalıdır və bu, böyük alim Michael Faraday'in şərəfinə farad adlandırılıb. Amma burada çox maraqlı bir nüans var. Bilirsiniz, bir farad bu ağlasığmaz dərəcədə böyük bir tutumdur. Yəni, sanki okean boyda bir vedrədən danışırıq, zarafat etmirəm. Gündəlik həyatda elektron cihazların içində gördüyümüz o balaca kondensatorlar var ha. Onların tutumu adətən faradın milyonda biri, yəni mikrofarad və ya milyardda biri, yəni nanofaradla ölçülür. Təsəvvür etmək üçün deyim ki, əgər biz bir faradlıq bir kondensator düzəltsəydik, o bəlkə də bütün bu otağı tutacaq qədər nəhəng olardı. Nə və yekun olaraq, gəlin kondensatorların 3 qızıl qaydasını yada salaq. Bu qaydaları heç vaxt pozmur. Birincisi, tutum həmişə müsbət kəmiyyətdir. Mənfi ölçülü vedrə olmadığı kimi, mənfi tutum da olmur. İkincisi, bir kondensatorun tutumu onun fiziki quruluşundan asılıdır. Yəni, lövhələrin ölçüsü, aradakı məsafə və s. Onun nə qədər gərginlik qoşmağınızdan asılı deyil. Və üçüncüsü, bəlkə də ən vacibi, kondensator öz üzərindəki gərginliyin bir anda sıçrayışla dəyişməsinə icazə vermir. O, sanki bir amortizator kimi gərginlik dəyişimlərini yumşaldır, xamarlayır. Bax, məhz buna görə də bizim həssas cihazlarımız elektrik şəbəkəsindəki ani dalğalanmalardan qorunur. Belə, yekun olaraq, gələn dəfə telefonunuzu əlinizə alanda, kompüterinizi yandıranda və ya hər hansı bir elektron cihaza toxunanda bir anlıq dayanıb düşünün. Görəsən, təkcə bu cihazın içində bu kiçik, səssiz elektrik vedrələrindən neçə yüzü, neçə mini, bəlkə də neçə milyonu dayanmadan işləyir? Onlar hər yerdədir, gözə görünməzdir, amma müasir dünyamızı məhz onlar mümkün edir.